Demək, bayaqki güzgünü taxırıq. Güzgünü taxandan sonra bu gördüyünüz fırçayla uşaqlıq boynunun daxili dəliyinə sadəcə 1-2 tur sürtərək aldığımız bir testdir. Cəmi 1 dəqiqə çəkir bu müayinə və heç ağrısı yoxdur. Yəni xəstəyə sadəcə yüngülvari qıdıqlanma hissiyatı verə bilər. İlk dəfə 1940-cı ildə Papa Nikolau tərəfindən kəşf edilibdir. Qısaca biz buna PAP test deyirik. PAP testi necə etmək lazımdır? Xəstə 21 yaşla 30 yaş arasındadırsa, 3 ildən bir PAP testini elətdirməlidir. Məsələn, ola bilsin ki, qadın 19 yaşında evlənibdir. 19 yaşında evlənibsə, 21 yaşında biz ona PAP testini elətdiririk. Amma 3 ildən fazla bir cinsel ilişki söz konusudursa, məsələn 15-16 yaşında evlənibsə, 21 yaşı gözləmirik. Yəni, nə qədər çox ərkən cinsi münasibətə girsə, kanseri əslində o qədər çox dəvəti açmış olur. Ona görə də 21 yaşın altında da edilə bilər.